Autizm spektr pozuntusunun diaqnostikası üçün istifadə olunan elmi əsaslı və beynəlxalq səviyyədə qəbul olunmuş testlər və qiymətləndirmə alətləri. HELIOS-dur, autizm diaqnostik müşahidə cədvəli. 12 ay və yuxarı uşaqlar, böyüklərdə tətbiq olunur, davranış müşahidəsi aparılır. Sosial qarşılıqlı münasibət, ünsiyyət, oyun bacarıqları qiymətləndirilir. IDR, autizm diaqnostik müsahibə. 2 yaş yuxarı uşaqlarda aparılır. Erkən inkişaf, sosial qarşılıqlı münasibət, ünsiyyət, stereotip davranışlar müəyyənləşdirilir. Diaqnostik kriteriyalarla DSM-5 və ICD-10 ilə uyğunlaşdırılmışdır. CARS-2 uşaqlıq autizminin reyting şkalası. 2 yaş və yuxarı uşaqlarda aparılır. Diaqnostik müşahidə və valideyn müsahibəsi ilə aparılır. Autizmin dərəcəsini yüngül, orta, ağır dərəcələrini qiymətləndirilmə məqsədilə aparılır. Klinik və təhsil mühitində geniş istifadə olunur. Güclü etibarlılıq və keçərliliyə malikdir. İmkan, uşaqlarda autizm üçün dəyişdirilmiş yoxlama siyasi. 16-30 ay arası uşaqlara tətbiq olunur. Yüksək riskli uşaqları erkən mərhələdə müəyyən etmək məqsədilə aparılır. Elmi tədqiqatlarla təsdiqlənmiş və valideyn tərəfindən doldurulan skrining vasitəsidir. SCQ, sosial ünsiyyət sorğusu. 4 yaş və yuxarı uşaqlarla aparılır. Valideyn tərəfindən doldurulan skrining vasitəsidir. IDR əsasıdır. Diaqnostik qərara yardımcı alət kimi istifadə olunur. Wyman adaptiv davranış ölçüsü. Uşaqların gündəlik həyat bacarıqlarını, sosiallaşma, ünsiyyət, motor bacarıqlarını qiymətləndirir. Diaqnostik prosesə dəstək vermək üçün əlavə alət kimi istifadə olunur. Autizm spektr pozuntusu diaqnozu tək bir testlə qoyulmur. Mütləq şəkildə klinik müşahidə, valideyn məlumatları və inkişaf tarixi birgə qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan testlər beynəlxalq elmi jurnallarda yayınlanmış tədqiqatlarla təsdiqlənmiş, DSM-5, ICD-10-11 diaqnostik kriteriyalarına əsaslanan testlərdir.